arasında olan ve NATO ile keçmiş Sovet dövləti arasında olan münaqişədə bu silahlar var idi Amerikada. Aha. Və bu silahların xüsusiyyətinə görə İran həmin o daldancaqları qurub. Məsələn, 90 metr dərinliyində deyil, 110-120 metr dərinlikdə qurub. Və hansı ərazidə qurub? Bunu ilk dəfə olaraq Azərbaycan sosial mediasında səsləndirir. Qranit relyefli ərazidə qurub. Nəyə görə məhz qranit? Qranit ona görə ki, həmin əgər 100 metr dərinlikdə bu müdafiə xətti qurulubsa, üzərində olan qranit layı, relyefin layı, özü də o betonlaşdırılmış dərinliyi bərkidir. Aha. Yəni 2 qat, 3 qat edir. Mühafizə deməkdir. Mühafizə edir. Mütləq şəkildə. Çünki İranın son 10 il ərzində bu texnologiyaların inkişaf etdirilməsini bu mənim fikrimdir. Koreyadan, Çindən, digər